Böyük alimləri daim yaşar sayırlar və bu təsadüfi deyil, çünki onların elmə, texnikaya verdikləri paylar nəsillərə qulluq edir və insanlar onları dönə-dönə yad edirlər. Bu insanlardan biri Nikola Tesla idi, Serb xalqının çox böyük oğlu və o elektrik enerjisinin insanların xidmətinə gəlməsində çox böyük, misilsiz, müstəsna rolu olub. Və o inanırdı ki, elektrik enerjisi universal bir qüvvə olacaq və o insanların hamısını birləşdirəcək və gələcəyin təməlinin qoyulmasında, yaradılmasında əvəzsiz rol oynayacaq. Və əslində belə də olur, ancaq hər halda indi enerji mənbələri uğrunda, dalğalar uğrunda amansız müharibələr də gedir. Bəzi hallarda enerji insanları ayırır. Salam hörmətli tamaşaçılar, biz çox aktual mövzuya toxunuruq və bu da ondan irəli gəlir ki, Azərbaycanda enerji generasiyasının artıq yeni bir mərhələsində başlanılır. Bilirsiniz ki, Azərbaycanda Prezident İlham Əliyevin iştirakı ilə Xızı, Abşeron külək elektrik stansiyasının açılışı oldu. Bu, əlbəttə ki, xarici investisiyaların iştirakı ilə istifadəyə verilən bir obyektdir. 240 megawatt gücündə və təbii ki, dövlət başçısının özünün enerji məsələlərinə yanaşması özünə məxsus bir unikal proqramdır və burada Azərbaycan heç bir dövlətin getdiyi yolu təkrarlamır, öz yolu ilə gedir. Və bu günləri biz bax bu hadisə ətrafında müzakirəmizi aparacağıq və bunun üçün də studiyamıza qonaqlarını dəvət etmişik. Azərbaycan Respublikasının Energetika Nazirliyinin müşaviri Zəminə Əliyeva və iqtisadçı ekspert Emin Qəribli. Xoş gəlmişsiniz, hörmətli qonaqlar. Mən sizi görməyə şadam. Və təbii ki, bu çox vacib bir hadisənin iştirakçıları özləri anlayırlar ki, yəni söhbət nədən gedir? Yəni Azərbaycan bərpa olunan enerji mənbələrinin aktuallığını layiqincə dəyərləndirir, qiymətləndirir və ona görə də bax bizim yenicə bizim həyatımıza göz açan bu obyektin də özünün xüsusi rolu olacaq və bizim enerji tələbatımızı da ödəyəcək. Mən istərdim elə bax bu tədbirdə artıq dövlət başçısının çıxışından bir fraqmentə biz diqqət yetirək, onun sözlərinə, fikirlərinə biz bir daha qayıdaq, sonra müzakirəmizə başlayacaq. Nəzərə alsaq ki, bizdə bərpa olunan enerji potensialı çox artacaq. Biz əlbəttə ki, bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq batareya enerji saxlanç sistemi də yaradılır. Birinci layihə 250 megawattlıqdır. Bunu Azər Enerji öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə batareya enerji saxlanç sistemlərinin sayı daha da çoxalsın və xarici investorları da bu işə mən dəvət edirəm. Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 30-cu ilə qədər 6, 32-ci ilə qədər isə ümumiyyətcə 8 gigawatt gücündə külək və günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyaları inşa etmişik. Onların ümumi potensialı bugün 300 megawattdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz hardasa 500, bəlkə də 600 megawatt gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Bunun elə bil ki, yarısı artıq hazırdır. Və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib
və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin edilibdir. Azərbaycanın enerji imkanlarının artması həm də regionumuzun, belə deyək, imkanlarının genişlənməsi anlamına gəlir və bu çox vacib bir məsələdir. Amma hər halda əvvəlcə necə deyərlər, evin içi. Çünki dövlət başçısının xüsusi proqramı əsasında biz görürük ki, hansı sahələrə daha çox diqqət yetirilir. Əlbəttə ki, bərpa olunan mənbələrə daha çox biz artıq yer ayırırıq və digər tərəfdən də bizim həm də ixrac imkanlarımız da artacaq. Zəminə xanım, bir sözlə deyə bilərik ki, yəni bizim artıq yeni mərhələyə qədəm qoymamız da çox vacib bir hadisə ilə müşahidə olunur və bu startı mən elə başa düşürəm ki, çox uğurlu bir start kimi dəyərləndirmək lazımdır. Amma onun özünə məxsus göstəriciləri var. Bax, ən aparıcı və ən vacib göstəricilər hansılardır, nədən ibarətdir və yeni ovqatı necə olar formalaşdırırlar? Tamamilə düz buyurursunuz Tofiq müəllim. Azərbaycanın, eləcə də regionun külək enerjisi sahəsində ən böyük stansiyalarından olan 240 megawatt gücündə Xızı Abşeron külək elektrik stansiyasının istifadəyə verilməsi bir çox aspektlərdən tarixi və strateji əhəmiyyət daşıyır. Bu hadisə Azərbaycanın yaşıl enerji transformasiyasında uğurla irəlilədiyini, ənənəvi enerji tərəfdaşlıqlarının bərpa olunan enerji sahəsində daha da genişləndiyini və ölkəmizin etibarlı enerji təchizatçısı rolunun müasir inkişaf trendlərinə uyğun yenilədiyini açıq şəkildə göstərir və Azərbaycanda ilk xarici sərmayə əsaslı və iri sənaye miqyaslı 2023-cü ildən istifadəyə verilmiş 230 megawatt gücündə Qaradağ Günəş Elektrik Stansiyası, eləcə də bu stansiya məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən enerji strategiyasının qətiyyətli qərarlarının və yaşıl enerji sahəsində siyasi iradəsi və əlbəttə ki, güclü dəstəyinin konkret nəticələridir. Bu layihə texniki və iqtisadi parametrlərinə görə də çox cəlbedici bir layihədir. Bildiyiniz kimi Xızı və Abşeron rayonlarında 36,8 hektar ərazidə hər birinin gücü 6,5 megawatt olan 37 turbin quraşdırılıb və bu 340 milyon dollar xarici investisiya əsasında reallaşdırılan bu stansiyadan il ərzində 1 milyard kilovat saat elektrik enerjisinin istehsalı və nəticədə 220 milyon kubmetr qaza qənaət edilməsi, 400 min ton karbon emissiyasının qarşısının alınması gözlənilir ki, bu da mühüm göstəricilərdir və bu stansiyanın istifadəyə verilməsi Azərbaycanın bərpa olunan enerjinin inkişafı ilə bağlı birinci inkişaf iki mərhələyə bölünür bu. Birinci mərhələdə 9-u günəş və 2-si külək elektrik stansiyası olmaqla 11 layihənin 2027-ci ilə qədər tamamlanması nəzərdə tutulur ki, bu da 2,6 milyard dollar xarici və daxili investisiya deməkdir və eyni zamanda nəticələrə baxsaq 5 milyard kilovat saat elektrik enerjisinin istehsalı, 1,1 milyard kubmetr qazın sərbəstləşməsi deməkdir ki, bu da ölkənin belə desək həm elektrik enerjisi potensialının güclənməsi, eyni zamanda ixrac imkanlarının, qaz ixrac imkanlarının da artırılmasına gətirib çıxarır və bu stansiyanın, təkcə bu stansiyanın istismara verilməsi, əgər biz nəzər yetirsək elektrik enerjisinin quraşdırılmış gücündə bugün bərpa olunan enerjinin payı təxminən 18,8%, bunu 21%-ə yüksəldəcək və nəzərdə tutduğumuz 11 layihə isə 2027-ci ildə artıq bərpa olunan enerjinin payının quraşdırılmış gücdə deməli 33,7%-ə çatmasını təmin edəcək və elektrik enerjisində istehsalında bərpa olunan enerjinin payını isə 25%-ə yüksəldəcək. Və bu da nə deməkdir? Biz əgər 2020-ci ildə elektrik enerjisinin istehsalının qoyuluş gücündə bərpa olunan enerji ilə bağlı hədəflərimizi 30% müəyyənləşdirmişdiksə, bu 30% hədəfin artıq daha tez və artıqlaması ilə yerinə yetirilməsi deməkdir. Artıq biz 2030-cu ildə nəinki biz 33,7%-ə bu qoyuluş gücündə göstəricilərin çatmasına nail olacağıq, həm də proqnozlaşdırılır ki,
elektrik bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı da 30% yüksəlsin. Bu çox böyük mühüm göstəricidir. Bəli, dünya ölkələrində gedən müqayisə də aparsaq biz bunun nə dərəcədə böyük göstərici olduğunu görə bilərik və burada bir məqamı xüsusilə vurğulamaq istərdim ki, yəni bütün bunlar göstərir ki, Azərbaycanın bərpa olunan enerji ilə bağlı qarşısına qoyduğu hədəflər, planlar artıq reallığa çevrilir və cənab prezidentin də vurğuladığı kimi Azərbaycan həmişə qarşısına reallaşdıra bilən hədəflər qoyur və ona da nail olur. Və növbəti mərhələdə, təbii ki, bu birinci mərhələdə 2 gigavat, 2000 megavat artıq həlledici ildir. 2026-27 bunların istismara verilməsi 2 layihə istismara verilib. Bu il daha bir 445 megavat gücündə Biləsi vardı Günəş elektrik stansiyası deməli istismara veriləcək. Bu da çox böyük həcmli bir layihədir və əlavə Çin şirkəti ilə həyata keçirdiyimiz layihə 100 megavat gücündə Günəş elektrik stansiyasında istismara verəcək. Növbəti illərdə isə digər stansiyalar da istismara veriləcəkdir. Bu da bizim bərpa olunan enerji, artıq qeyd etdiyimiz kimi enerji balansının şaxələndirilməsinə, generasiya güclərimizin artmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xüsusi töhfə verəcək və növbəti mərhələlərdə də bizim enerji potensialımız cənab prezidentin də vurğuladığı kimi çox böyükdür və növbəti mərhələlərdə də əlavə güclərin, yəni növbəti deyək 5 il ərzində 6 gigavat və ondan daha çox enerji güclərinin yaradılması üçün deməli enerji sistemində gücləndirilməsi tədbirlərinin müəyyənləşdirilməsi üçün biz Çinin enerjinin planlaşdırması, enerji sisteminin planlaşdırması və mühəndislik institutu ilə birlikdə tədqiqatlar aparıb. Önəmli olan, diqqət yetirilən məqamlardan ondan ibarət ki, yaşıl enerji ilə bağlı layihələr reallaşdırılarkən həmçinin şəbəkənin gücləndirilməsi, bu inteqrasiya hazırlığı məsələləri paralel vəhdətdə aparılıb. Və çünki bu enerji sisteminin dayanıqlığı, təhlükəsizliyi üçün də önəmlidir və bu gün tədqiqatlar aparılır növbəti mərhələlərdə daha əlavə güclərin şəbəkə inteqrasiyası üçün. Vaxtilə dövlət başçısı bu məsələləri ilk dəfə ictimailəşdirəndə, hətta belə deyək, bədbin baxışlarla bu məsələyə yanaşanlar da olurdular ki, bəs nəyə görə Azərbaycanın axı enerji problemi yoxdur, bizim təbii sərvətlərimiz var və onlarla biz bütün ehtiyaclarımızı ödəyə bilərik. Ancaq onlar bir səhvə yol verirdilər, çünki gələcəyə baxış hər şeyi yerbəyer eləyir və dövlət başçısının həqiqətən də rasional düşüncələri, onun uzaq görənliyi artıq bizi ayıltdı, sözün əsl mənasında bizə belə bir məlumatlar verdi ki, bəli, gələcəyin artıq inkişafını təmin edən təməli bu gün qoyulan enerji generasiyası proqramıdır. Biz indi də şahidik ki, bir çox ölkələr hələ də enerji təhlükəsizliyi məsələlərini həll edirlər və hətta büdürürlər. Hətta çətinlik çəkənlər də var və belə tərzdə ki, artıq biz enerji strategiyamızı tərtib etmişik, ənənəvi mənbələr artıq fəaliyyətdədir. Digər tərəfdən yeni yaşıl energetika infrastrukturu formalaşır. Onu göstərir ki, bəli, biz gələcəyi artıq yaxşı təsəvvür edirik və digər tərəfdən də təminat problemi olmayacaq. Və bu o deməkdirmi ki, yəni biz digər sahələrə, istehsal gücümüzün artmasına artıq təmiz bir belə qətiyyətlə baxa bilərik və qeyri-neft sektorudur, sonra yeni industriya sahələridir, sonra texnoloji irəliləyiş və s. bunların hamısına bizim gücümüz çatacaq. Yəni biz bunu əminliklə deyə bilirik, yoxsa yox? Təşəkkür edirəm maraqlı, geniş suala görə. Bəli, son dövrlər dünyada gedən proseslərə diqqət yetirsək, bir fikir formalaşmışdı ki, artıq enerjinin əhəmiyyəti azalır dünyada. Yəni, yüksək texnologiyalar inkişaf edirdi və müəyyən dövrlər biz nəyi müşahidə edirdik? Neftin qiyməti enən kimi artıq bir trend var idi ki, bəli, artıq enerji devri getdi, neft devri getdi, onun əhəmiyyəti durmadan azalır. Amma elə son hadisələrə diqqət yetirsək, nəyə görürük? Amerika Birləşmiş Ştatları neft ixrac edən ölkəyə çevrilir və hədəfdə olan ölkələrə gəlin baxın. Venezuela, İran, Nigeriya, bu ölkələr... Qrinlandiya və digərlərə baxsaq. Yəni ki, bunlardır. Və digər tərəfdən, ikinci bir tərəfdən diqqət edirik. Avropa bizə artıq elmi ədəbiyyatda şeylər deyirdi ki, yəni ki, bu gün artıq yüksək texnologiyalar inkişaf edir və enerji tələbat yoxdur, ehtiyac yoxdur. Onun əhəmiyyəti azdır və tam əksinə onların iqtisadi durumuna baxsaq, məhz iqtisadi problemlərin səbəbinə diqqət yetirsək, görərik ki, elə arxasında enerji çatışmamazlığı və ya enerjinin bahalığı rol oynayır. Yəni ki,
qoyulan hədəflərə ən azı 30 il gəl təhlil etsə, ilk enerji böhranı belə mühüm bir böhran 70-ci illərdə başlayıb və dedilər ki, yaxın 10 ildə bu problemlər həll olunacaq və hər 10 ildə görürük ki, bu problemlərin əhəmiyyəti durmadan artır və demirəm ki, bu elm qarşıda qoyan məqsədlərə nail ola bilmir, lakin dünya da böyüyür, əhali baxımından böyüyür, miqyas böyüyür, texnologiyalar və texnologiyanın çoxusu da enerji tələbat olunan enerji çox mənimsəyən bir texnologiyalar. Ona görə də durmadan enerji tələbat artır və Azərbaycana gəldikdə isə Azərbaycan təbii ki, Azərbaycanın da enerji sahədə ixtisaslaşdığına görə ənənəvi olaraq Azərbaycan bu enerji ölkəsi olub. Enerjini dünya əmək bazarında enerji ilə çıxıb, amma ilk devirlər biz ancaq neftdən çıxırdıqca, bu günlərim artıq qaz və yeni era başlayır, bu isə alternativ enerji. Və hər bir ilk devrlərdə biz neft ixrac edərkən biz xam mal satırdıqsa, sonradan gördük ki, neft ancaq xam mal deyil, neft və qaz və digər sahələr bu bazis bir sahələrdir ki, onun əsnasında digər sahələr də inkişaf edir. Bu kimya sənayesidir və digər. Hələm siyasəti qoyuram qırağa da, bu günəm artıq enerji ancaq enerji resursu, iqtisadi resurs deyil, bu artıq siyasi bir böyük alətdir də bu söz. Amma biz gördük ki, bəli, bu bazis bir elementlərdir. Düzdür, çox vaxtı biz gördük ki, xarici güclər əsnasında bizə imkan vermirdilər bu məhsulu biz hazır məhsul formasında sataq və ya elə məhsulun özünü biz dünya bazarlarına çıxardaq. Biz bilirik ki, şahid olmuşuq ki, hansı çətinliklərlə keçmişik. Ulu Öndər 94-cü ildə bu əsrin müqaviləsini bağlayanda hansı çətinliklərdən keçmişik. Və sonradan qaz, günəm görürük ki, qazın ixracı artır və yeni era bu elektrik enerji, bərpa olunan enerji əsnası. Yəni ki, bu bugünkü gün trenddir, bugünkü gün müasir devrin yeni texnoloji uqlarda keçid üçün tələbdir. Yəni ki, biz ancaq enerji ixrac etmirik. Yəni ki, bizə bir çevik bir keçid baş verir. Yəni ki, biz ənənəvi enerjidən müasir enerji. Amma digər tərəfdən biz yeni texnologiyaları mənimsəyik və baxınız, bütün biz dediyimiz, sadaladığımız amillər deyirik ki, ilk dəfə. Əslində, alternativ enerji özü yeni tətbiq olunan bir enerji. Əlbəttə, yeni sahədir. Yeni sahədir. Yəni ki, bu gün hələ kimdə alınacaq, kimdə alınmayacaq və onu da deyim, kim ilk olaraq onunla başlasa daha çox qazana bilər və bizim də resurslarımız var, bizim üstün cəhətlərimiz var, bizim dünya bazarına, xüsusən Avropa bazarı yaxınlıq, iqlim və s. və maliyyə resursları və baxırıq ki, bu bütün amillər əsnasında görürük ki, artıq xarici investorlar da təmin etmiş oluruq. Və onu da qeyd edirəm ki, müasir devr üçün bizim enerji, xüsusən də alternativ enerjinin gərəkliyini qeyd edeyim mən. İlk növbədə bəli, biz alternativ enerjini siz çıxışınızın əvvəlində qeyd etdiniz ki, bəli, biz bu günlə bu alternativ enerjini istehlak edərək biz neft və qazı ixrac etmə imkanını əldə edəcəyik və təbii ki, ondan valyuta əldə edəcəyik. Bu məsələnin bir tərəfi. İkinci tərəfi, bəli, biz onunla yeni texnologiyaları mənimsəyəcəyik. Yəni, bu günlə baxdıq, biz deyirik ki, şirkətlər gəlirsə, biz artıq görürsə, saxlanç yaradılır və s. Yəni ki, yeni texnologiya, hətta Cənab Prezident yaxınlarda çıxışında qeyd etdi ki, biz süni intellekt üçün xüsusi mərkəz də yaradılır və onu istehsal etmək, onun həyata keçirilməsi üçün əsas şərtlərdən biri də o məhz yaşıl enerjinin istifadə olunmasıdır. Biz o da gələcəkdə məhz investisiyanın cəlb olunması üçün yaşıl enerjidən istifadə olunursa, onun dayanıqlığı da və müvəffəqiyyəti də təmin olmuş olur. Yəni ki, biz əslində bu barədə biz geniş danışırıq. Burada nəyəsə görə mən pressada bu barədə danışmırlar. Əslində bu çox ambisiyoz bir layihədir. Olduqca bizi gələcəyə aparacaq, yeni sənaye inqilabına aparacaq bir layihədir və bunun da tərkib elementlərindən biri də məhz yaşıl enerjidən istifadədir. Yəni biz görürük ki, addım-ba-addım biz uğura gedirik və bugünkü və müasir dövrdə biz bunu əldə ediriksə və yeni bizim külək elektrik stansiyanın da həyata keçirilməsi bizim üçün üstünlüklər verəcəkdir.
və bəli, ixrac potensialımız da artır təbii ki bizim və bu digər tərəfdən də təbii ki ölkələr arasında kooperasiya da yaradır, yəni ki bu ixrac potensialına çevrilirsə təbii ki biz görürük həm qonşu ölkələrə, həm Avropaya bunu ixrac edəcəyik və bizim dünya iqtisadiyyatında, dünyada mövqeyimiz də artır. Bu həm də siyasi dividenddir. Biz görürük ki hansı ölkədir dünyada enerji ixrac edir və enerji ölkəsidirsə bu söz yiyəsidir. Əlbəttə, bəli. Nahaq yerə yəni enerji mənbələri uğrunda da mübarizələr getmir. Halbuki yenə deyirəm, son illər bunu inkar edirdilər. Amma görürük ki, bütün inkişaf etmiş ölkələr ona yönəlik siyasət yürüdürlər. Yəni ki, bizdə bu uğurla alınır və növbəti illər biz ancaq xam mal ixrac ölkə kimi deyil, yeni texnologiya istehsal edən ölkə kimi çıxacaq. Bu ən əsas vacib element budur. Yəni ki, bu məqam ondan ibarət, mən dəfələr bəlkə təkrarlanıram. Biz yaşıl enerji, yeni texnologiyalarını tətbiq etməklə o deməkdir ki, bizim elmimiz, texnologiyalarımız, təhsilimiz inkişaf edəcəkdir. Əsas məqamlardan biridir. Yəni ki, onu biz mənimsədikcə, onu biz istifadə etdikcə, biz onu təkmilləşdirdikcə də yeni texnologiyalar. Mənim gözləntim açıq deyim ki, yəni ki, bu ancaq artım deyil, iqtisadi dil artım deyil, bu iqtisadi inkişafdır artıq. Bəli, yəni ki, bu uzun müddətli bizi özümüzü texnologiyaları təmin etməklə, yeni məhsullarla istehsal etməklə, ixrac etməklə biz öz dünya iqtisadiyyatında mövqeyimizi artıracağıq. Təbii, öz mövqelərimizi gücləndiririk əlbəttə ki və faktiki olaraq məsəl üçün yaxın elə keçmişdə deyirdilər ki, Azərbaycan neft-qaz ölkəsidir. İndi isə yəqin ki, biz həm də yeni bir təyinat qazanırıq və deyirlər ki, Azərbaycan həm də yaşıl energetika sahəsində öncül dövlətlərdən biridir. Bu həqiqətən də belədir. Gəlin yada salaq ki, elə bu yaxınlarda 2 il bundan əvvəl Ursula von der Leyen, Avropanın demək yetkilisi belə deyək ya, məsul bir şəxsi gəldi Bakıda Prezident İlham Əliyevlə onlar enerji memorandumuna artıq imza atdılar. Çünki faktiki olaraq Azərbaycan ki, Avropa qitəsinin enerji təhlükəsizliyində aparıcı rol oynayır və həm də onlar da gələcəyə baxırlar. Başa düşürlər ki, yəni Azərbaycan kimi perspektivə baxan, onu görə bilən, onun kodunu oxuya bilən məmləkətlə münasibətləri genişləndirmək lazımdır. Cəmilə xanım, söz yox ki, bu sahədə səmərəli texnologiyalar xüsusi rol oynayır. Biz indi bax, Aqua Power'dır, Səudiyyə Ərəbistanından şirkətdir, sonra Mastar'dır, Birləşmiş Ərəb Əmirlikləri, Çinin şirkəti var, BP burada iştirak edir. Təbii ki, bunlar o yeni texnologiyaları həm mənimsəyiblər, həm onlardan istifadə edirlər və həm də ixracatda onları istifadə edirlər. Yəni, biz məsəl üçün oradan öz payımızı götürə bilirik, bizə lazımlı olan bir tərəfdaşlıqdır bu. Amma özümüzün texnoloji bazamızı biz nə tərzdə gücləndirə bilərik? Çünki burada elmi tədqiqat institutları işləməlidirlər. Sonra təbii ki, Nazirliyin özünün gələcəyə baxışları var, sonra onun özünün təklifləri var və s. Amma texnoloji baxımdan irəli getmək üçün bax, bu istiqamətdə biz nələri etmək istəyirik? Xüsusən belə spesifik sahə olduğuna görə bunu soruşuram sizdən. Bəli, bu artıq vurğulandığı kimi təkcə enerjinin istehsalı, ixracı məsələləri deyil, həm də digər sahələrin inkişafını özündə cəmləşdirən böyük bir inkişaf prosesidir. Və o baxımdan burada deməli avadanlıqların istehsalının yaradılması, eyni zamanda institutların qurulması, kadrların yetişdirilməsi məsələsi bugün gündəmdə olan məsələlərdir. Təbii ki, bizim planlarımızdadır bu və mənim bildiyimə görə Ələt Azad İqtisadi Zonasında da bununla bağlı güzəştlər, şəraitlər yaradılıbdır, yəni bu infrastrukturların qurulması üçün. Əlbəttə ki, bu tədricən formalaşan bir prosesdir. Bizim, yəni, digər qurumların da iştirakını tələb eləyən kadr potensialının hazırlanması özü özlüyündə artıq bir neçə tək Energetika Nazirliyinin səlahiyyətində olan məsələ deyil. Bu geniş kompleks bir yanaşmadır. Amma bəli, bu bizim elektrik enerjisi istehsal müəssisələrin yaradılması ilə yanaşı avadanlıqların yerli kontentin yaradılması, avadanlıqların istehsalı, eyni zamanda kadrların yetişdirilməsi, institutların qurulması da bizim prioritet məsələlərdən biridir. Çünki biz nəzərə alsaq ki, bizim böyük külək enerjisi Xəzər dənizində potensialımız var, 157 gigavat potensial və bu potensialın reallaşdırılması üçün
deməli gələcəkdə böyük stansiyaların qurulması üçün və ixrac layihələrinin həyata keçirilməsi üçün yerli istehsal aktuallaşacaqdır. Biz nəzərə alsaq ki, hətta bu 240 meqavat gücündə külək elektrik stansiyasının həyata keçirilərkən Ukrayna və Rusiya arasındakı olan müharibələr, logistik çətinliklər yaratmışdı, avadanlıqların daşınması və bütün bunlar artıq o yerli istehsalı aktuallaşır. Amma burada digər iqtisadi səmərəlilik məsələləri də önə çıxır, rəqabət məsələləri də önə çıxır. Bugün dünyada, tutaq ki, biz dənizdə külək enerjisinin yaradığı istehsalı və onun ixracı ilə bağlı müzakirələr aparanda Avropa şirkətləri ilə müqayisədə onlar etiraf edirlər ki, biz bugün Çin şirkətləri ilə deməli rəqabətə gedə bilmirik. Çünki Çin texnologiyaları da yüksək sürətlə inkişaf edib və hətta Avropa ölkələrinin özlərində siz gedib əgər bir müşahidə etsəz, baxsaz görərsiniz ki, orada istifadə olunan enerji texnologiyalarının çoxusu Çin istehsalıdır, Çinlərə məxsusdur. Yəni burada bir rəqabət amili də var. Nə qədər bazar amili də faktor rol oynayır. Amma biz bütün bunları nəzərə alaraq təbii ki, biz addımlar atmalıyıq. Bununla razılaşırıq və bu nəzərdə də tutulubdur. Təbii, yəni mən inana bilmərəm ki, yəni dövlət başçısı bu proqramın müəllifi, sonra gələcəyin arxitekturasını yaradan bir insan bu haqda düşünməsin. Yəni onun elə özünün bu məsələyə münasibəti var və biz həmişə deyirik ki, insan potensialını yetişdirmək lazımdır. Yeni kadrları hazırlamaq, onların xaricdə təhsil alması və s. Bunlar hamısı Azərbaycanın gələcəyinə qulluq edən məqamlar. Bəli, bugün biz əgər nəzərə alsaq ki, 90-cı illərdə Azərbaycana deməli Xəzərin karbohidrogenləri qərb üçün beynəlxalq bazar açılandı, şirkətlər üçün açılandı, həmçinin olan texnologiyalar üçün açıldı, investisiyalar üçün açıldı və nəticədə əvvəllər BP-nin misal nümunəsinə nəzər yetirsək, 100%-ə qədər desək ki, xaricilər idi, əcnəbilərdirsə, bugün 90%-dən çox Azərbaycanlılar təşkil edir. Eləcə də Aquapower şirkətində bu layihənin orada göstərildi ki, deməli işləyən kadrların çox böyük əksəriyyəti artıq Azərbaycanlılardır. Bu özlüyündə bu stansiyalar qurulduqca, şirkətlərlə əməkdaşlıq əlaqələri dərinləşdikcə artıq kadrların yetişdirilməsi də təbii bir qanuna uyğun olaraq gedir. Öz axarı ilə gedir. Bəli, elədir. Və təbii ki, həmişə belə tədbirlərdə mən həmişə fikir verirəm, yəni xaricdən olan nümayəndələr, qonaqlar, onlar çox diqqətlə, mən deyərdim, dövlət başçısının çıxışlarını dinləyirlər, izləyirlər və bu da təsadüfi deyil. Çünki o həmişə aktual ruhda danışır və onun səsləndirdiyi fikirlər, ideyalar sanki gələcəkdən bizə xəbər verir. Ona görə gəlin bir daha Prezident İlham Əliyevin çıxışından başqa bir fraqmenti diqqətlə izləyək. Bərpa olunan enerji növlərinin Azərbaycanda yaradılması xarici investorlar tərəfindən həyata keçirilən geniş miqyaslı layihələrdir. Bu layihələrə bugünə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorları bu qərara görə onların fəaliyyətini qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun, Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur. Bizim bir çox neft kontraktlarımız artıq uzun illər icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib olan bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz, imzamız qədər dəyərlidir və qanunidir. Və bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bugün bəlkə də daha çox enerji təhlükəsizliyi məsələləri qabarıq şəkildə ortaya çıxır. Biz bu istiqamətdə uzun illər fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft kimi məhsullarının, gübrələrin ixracı bugün bir çox ölkələr üçün onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır.
Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir və dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır. Təbii ki, yaşıl enerji xəritəsində çox böyük dəyişikliklər baş verir və burada da Azərbaycan öz sözünü qətiyyətlə deyir və eləcə də yeni marşrutların yaranmasına imkanlar yaradır. Biz bilirik ki, ümumiyyətlə dünyada sosial-iqtisadi zəmində dəhlizlərin xüsusi yeri var, amma indi yeni bir termin də var axı. Yaşıl dəhlizlər. Onların trayektoriyası necə formalaşır, sonra dost və tərəfdaş ölkələr necə bu prosesdə artıq yeni imkanlar formalaşdırırlar və nəhayət onlar harda başlayır və harda bitir. Mən istərdim bu məsələyə siz münasibət bildirəsiniz, çünki biz bilirik dəhlizlər uğrunda dünyada bu saat sözün əsl mənasında müharibələr, gərgin, qızğın müharibələr gedir. Amma yaşıl dəhlizlər ətrafında hansı vəziyyət formalaşır? Var mı? Mən bu suala keçmədən siz maraqlı Cəminə xanım fikir söylədiniz bundan öncə. Əslində, bəli, biz deyirik ki, bu yaşıl enerji, həmçinin birinci sualda axıra kimi cavab vermədim. Əslində, gələcək istehsalın bazisi olan tutaq ki, enerjinin payı çoxdur. Yəni ki, qeyd etdiysiniz, baxın, Ələtdə və digər yerlər biz baxsaq, Azərbaycan vergi güzəştləri tətbiq olunur. Digər baxsaq, ərazimizdə nəqliyyat dəhlizi keçir. Amma biz həmçinin bir aşağıya çıxıb bir məqama da diqqət yetirməliyik ki, biz dünyada rəqabət savaşına giririk, həmçinin ondan ki, ölkələr investisiyanın cəlb olunması üçün müxtəlif üsullardan istifadə edərək şərait yaradırlar. Tutaq ki, götürək Gürcüstan, Qazaxstan və s. görürük. Müxtəlif alətlərdən, hətta Qazaxstan görsə, beynəlxalq təcrübədən istifadə edərək, tutaq ki, Çinin özünü götürək. Və Azərbaycanın da elə orijinallığı odur ki, bu günlərin biz enerjini biz özümüz istehsal etməklə, tutaq ki, vergi güzəştləri tətbiq edə bilərək, fiskal və monetar güzəştlər tətbiq etməklə, həmçinin ucuz enerji də tətbiq etmək imkanımız var. Yəni ki, o biz görürük ki, enerji bizdə baxsaq, elektrik enerji Azərbaycanda dünyanın belə də bölgədə ən ucuz elektrik qiymətlərə baxsaq, ən ucuz bizdədir. Yəni ki, bu özü də həmçinin onu nəzərə alsaq ki, yaşıl enerjidir, bu lap daha üstün cəhət verəcək ona. Və siz bir məqama da diqqət yetirdiniz ki, bəli, artıq əslində Energetika Nazirliyi dünyamızda çox əhəmiyyətli nazirlikdir. Dövlət siyasətini formalaşdıran, əsas istiqamətlər müəyyənləşdirən icra orqanıdır. Geoiqtisadi konjunkturada xüsusi yeri olan bir sahə. Bəli, bizim də belə deyək də, xüsusiyyətlərimizdən bizim dünya bazarında ixrac etdiyimiz məhsullardan da biridir. Və təbii ki, indi ki biz açılışın, bu günlərdə bundan qabaq günəş enerji elektrik stansiyanın açılışında biz şahid olduq. Bu əslində onun əsnasında da bizim təhsil sistemində və digər sahələrdə onu orientir götürməlidir. Yəni ki, biz artıq gələcəkdə bu sahə mütəxəssislərini yetişdirməliyik. Ta ki, Təhsil Nazirliyi xarici tələbələri göndərir. Əslində, bu günlərim bu sahədə ixtisaslaşan ölkələrə tələbələr göndərilməlidir ki, artıq o planda da var ki, oradan qayıdıb bu sahədə mütəxəssis olub qayıtsınlar. Yəni, bundan öncə siz qeyd etdiniz, bu Çin günlərim o sahədə dünyada lider mövqeyə malikdir və onu da qeyd edeyim ki, biz Avropada prosesləri gedirik. Avropa çox vaxtı görürük ki, bu bir ideologiyaya çevrilir. Biz görürük ki, Rusiyaya qarşı bu enerji məsələsi, alternativ enerjinin qazdan ki, ucuz istifadə edirlər. Bunu bir yaşıl enerji bir siyasət kimi istifadə edirlər. Amma Çində biz bilirik ki, son dövrdə Venezuela bilirsiniz Çinə neft ixrac edən ölkədir. Əsas məqsəd də Çinin o belə deyək də neftin qarşısını almaqdır. Yəni ki, bu günlərin məhz baxın bunun əsnasında biz həm təhsil, texnologiyanı inkişaf etdirə bilərik və bir məqamda biz deyirik tədqiqat aparaq. Əslində dünyada tədqiqatın millətin ərazisi yoxdur. Tədqiqat aparılırsa bu kooperasiya əsnasında qurulur. Yəni ki, bir tutaq ki, biz deyirik ki, biz tək özümüz bunu inkişaf etdirə bilərik, xeyr. Biz bu günlə bilirik ki, Qazaxstan var, Özbəkistan var, Çin var.
biz deyirik ki nəqliyyat dəhlizi, bizim ərazimizdən dəhliz keçirsə, bu o dəhliz ancaq nəqliyyat demək deyil, burada həm də birgə tədqiqatlar aparılıb, birgə kooperasiya qurulub və bu yaşıl enerjini ixrac etmə imkanını əldə edəcək. Yəni ki, onu tək başına nə Çin edə bilər? Çin istəsə istehsal edir, amma yenə bir görür ki, pay elə çox deyil. Amma onu inkişaf etdirmək istəyirsə, onu təbii ki, hər bir, siz daha gözəl bilirsiniz ki, hər bu elektrik stansiyanın hər bölgəyə, iqlimə uyğun xüsusiyyətləri var. Yəni bunu təkmilləşdirməklə və onun rentabilliyi artırmaqla bir çox şeylərə nail ola bilərik. Və dəhliz deyiriksə, bizim əsas, cənab prezident dedi ki, biz xaba çevrilik. Bundan öncə dedik, biz intellektual bu xaba çevriliksə, bizim üçün çox vacibdir ki, burada fibr optik deyirik, xətlərinin çəkilməsi, deyirik, tutalım ki, nəqliyyat, sənaye kompleksi və yaşıl enerji. Sizdən həm də Mərkəzi Asiyada olan bizim tərəfdaşlar Özbəkistan, Qazaxıstan, onlar da artıq Azərbaycanın demək olar ki, yaşıl proqramına qatılıblar. COP29-da müqavilə də bağlanıb. Müqavilə də bağlanıb, birgə bu tədqiqatların aparılması, birgə istehsal, birgə çıxış. Yəni bir çətir altında artıq bir neçə ölkənin imkanları burada kooperasiya şəklində artıq birləşir. Dəfələrlə yenə təkrarlanıram. Bizim üçün iqtisadiyyatı qurmaq üçün, institusional prosesi keçmək üçün biz qlobal dünyada birgə fəaliyyətə başlamalıyıq. Və onu da yaradan sahələr seçməliyik. Cənab prezident də çox gözəl o sahələri seçib və yönəldir. Görürük ki, artıq biz necə, yəni ki, artıq yeni texnologiyalar, süni intellektin onun tətbiqi keçirir. Və burada mən istisna, baxınız bizim qonşu bütün ölkələr, elə İranı götürək, Mərkəzi Asiya ölkələri götürək, Rusiya və digər ölkələr əslində enerji baxımından böyük potensiala malik olan ölkələrdir. Və hesab edirəm ki, burada bu dəyər zəncirinin formalaşması üçün də imkanlar yaradacaq və siz dediyiniz kimi bəs dəhliz də məsələ bu ərazidən keçəcəkdir. Bəli. Çox sağ olun iştirakınıza görə Zəminə xanım, müəllim. Mən sizə minnətdaram. Çünki biz indi artıq demək olar ki, proqramımızın birinci bölümünü bitiririk, diskusiya hissəsini və ikinci bölümdə mənim həmkarım Elnar Məmmədli, Aquapower şirkətinin Azərbaycan və Türkiyə üzrə nümayəndəsi Səlim Gülərlə müsahibə aparıb, ona da indi biz dinləyəcəyik. Təbii ki, tamaşaçılarımızla birgə. Amma mən burada xüsusən qeyd eləmək istəyirəm ki, yəni Azərbaycan elə bir tərzdə öz strategiyasını formalaşdırıb ki, biz həqiqətən də həm cazibə mərkəzinə çevrilmişik, digər tərəfdən də deyirik ki, qonşu ölkələr, başqa tərəfdaşlar da onlar Azərbaycana baxaraq özləri də hərəkətə gəlirlər və təbii ki, aparıcı rolu bir lokomotiv kimi Azərbaycan özlərinə götürüb və məqsəd aydınlığı da demək olar ki, uğurun yarısından çoxudur. Çox sağ olun, bir daha minnətdaram iştirakınıza görə və bir daha xatırladıram ki, həmkarımız Elnar Məmmədli indi Aquapower şirkətinin Azərbaycan və Türkiyə üzrə xüsusi nümayəndəsi Səlim Gülərlə müsahibə aparacaq, nəzərdən qaçırmayın. Sözsüz ki, Səudiyyə Ərəbistanının bu şirkətinin Azərbaycanla əlaqələrə necə qiymət verməsi, bu layihələri nə üçün flaqman projelər kimi dəyərləndirməsi kimi suallar da bizi düşündürür. Ümumiyyətlə, Aquapower şirkəti dünyanın 15 ölkəsində fəaliyyət göstərir, milyardlarla dollar sərmayə yatırıb bu sahəyə və 4000-dən artıq da yəni əməkdaşının olduğu haqqında da məlumatlar var. Bugün həmin şirkətin Türkiyə və Azərbaycan üzrə baş direktoru cənab Səlim Güvən proqramımızın qonağıdır. Səlim bəyi salamlamaq istəyirəm. Çox sağ olun. Proqramımızda iştirak edirsiniz. Xoş gəlmisiniz paytaxtımıza. Hoş bulduk. Ben teşekkür ederim beni kabul ettiğiniz için. Çox sağ olun. Yəni ilk sorum bundan ibarətdir ki, Xızı Abşeron projesini, layihəsini flaqman edən Aquapower üçün amillər, səbəblər nədən ibarətdir və bu bölgədə ən böyük sizin yatırımlarınız, yəni hesab olunur, sərmayəniz hesab olunur. Xızı Abşeronun əhəmiyyəti nədir sizə görə? Teşekkür ederim. Aquapower yeşil enerji transformasyonunda global bir şirket. Bugün itibariyle yaklaşık olarak 15 ülkede iştigal eden, 110 milyar dolarlık yatırımları olan ve yaklaşık olarak da 105 tane projeyi yönetiyor. Şu anda 42 projemiz inşa halinde. Aquapower yeşil enerji transformasyonunda global bir şirket dedim. Şöyle anlatabilirim. Yeşil enerji transformasyonundaki önemli 2-3 tane konu vardır. Biri yenilenebilir enerji, diğeri bunun depolanması, storage, üçüncüsü suyun tuzsuzlaştırılması
ve diğeri de esnek konvansiyonel teknolojiler. Aqua Power bütün bu teknolojileri portföyünde oluşturan ve şu anda tüm içinde geliştirdiği ve inşa ettiği projelerde hepsini de aynı anda yapabilen ender global enerji transformasyon şirketleri. Aqua Power'ın diğer bir konu enerji quadrilemma dedikleri, dörtlem problemi dediklerimiz bir konu var. Bunlar enerjinin ekonomik olması, affordability, diğeri sürdürülebilir olması, üçüncüsü bunun hızla hayata geçirilmesi. Enerjideki diğer önemli bir problem quadrilemma dediğimiz bir konu var. Burada güvenilir enerjinin ekonomik, sürdürülebilir ve hızlı şekilde hayata geçirilmesi. Çünkü bugün iklim değişikliği sürecindeki zaman gittikçe kısaldıkça bu dörtlü problemi hayata geçirilebilen, hızıyla sürdürülebilir ve ekonomik olarak hayata geçirebilir ender şirketlerden biriyiz. Aqua Power'a kısaca değindikten sonra Azerbaycan'daki bu projemizde Aqua Power'ın bölgedeki merkez Orta Asya bölümündeki iki önemli projeleri, ülkeler var. Biri Üzbekistan, diğeri de Azerbaycan. Azerbaycan da bizim bu ilk projemiz ama çok önemli proje. Azerbaycan bizim için bir ülke ve pazar değil, bizim için uzun vadeli stratejik ortak dediğimiz bir ülke. Azerbaycan konumu itibariyle benim için zaten özel bir anlamı vardır ama aynı zamanda Aqua Power'ın merkezi olduğu Suudi bir şirketi içinde Suudi Arabistan ve Azerbaycan ilişkileri de çok derin, tarihsel derin ilişkileri olan bir ülke. O nedenle biz Azerbaycan'ı hiçbir zaman bir pazar, market olarak değil, uzun vadeli stratejik bir ilişki olarak bakıyoruz. Bu projenin de bu ilişki, stratejik ilişkideki ilk projesi olması bizim için önemli. Tabii ki bundan sonra da devamının gelmesini bekliyoruz. Bu proje özeline gelirsek, bugün bizim için çok önemli bir gün. Külək elektrik stansiyası. Evet, Kızı Upshore'un projemiz aslında iki proje. 80 ve 160 megawattlık iki ayrı sahada olan projeyi biz paralel olarak inşa edip hayata geçirdik. Bu bizim için çok önemli bir gün. Bundan da gurur duyuyoruz. Cenab-ı Prezident İlham Aliyev de açılışa geldi, bizi onurlandırdı. Bu projenin önemini birkaç kelimeyle sıralamak istersem öncelikle bölgedeki Azerbaycan'daki ve Güney Kafkasya bölgesindeki bu yapıda, modelde yapılmış en büyük projelerden biri. Toplam 240 megawatt. Aynı zamanda Cenab-ı Prezident'in koyduğu yeşil hedefler kapsamında baktığımız zaman 400 bin ton karbondioksiti salınımını engelleyecek bir proje. Aynı zamanda 25 yıllık bizim kontrat süresince yaklaşık olarak 4 milyon metreküp doğal gazın da tüketilmesini engelleyip bunun ekonomiye kazandırılıp export edilmesini de sağlayacak Yani bir proje. Evet. Ekonomik katkısı hani baktığın zaman en başta bunlar. Tabii ki projemizin sosyal, çevresel ve lokal iş gücüne de olan çok büyük faydaları olacak. O söylediğiniz çok önemlidir. Yani Aqua Power bu Xızı Abşeron projesini həyata keçirərkən ətraf mühitə təsir məsələlərini necə, xüsusilə iqlim təsirlərini ki, bugün iqlim dəyişikliyi məsələsi dünyada çox ciddi problemlərdən hesab olunur. Bununla bağlı biz bir COP tədbirləri keçirilir. Biri də COP29 Azərbaycan paytaxtında olmuşdu. Bu nöqteyi nəzərdən Xızı Abşeronu necə qiymətləndirmək olar? Enerji iklim değişikliğinde bu süreci gerçekleştirirken tek bir çözüm yok. Burada Cenab-ı Prezident'in dediği gibi bütün elimizdeki kaynakları optimize ederek hayata geçirmemiz lazım. Her enerji kaynağının iyi avantajları ve dezavantajları var. Doğru bir enerji politikası vizyonu bu kaynakları doğru şekilde optimize etmekten geçiyor. Burada baktığımız zaman külek enerjisi, bugün konuştuğumuz Upshore'un Kızı bu bağlamda yılda 1 milyar kilowatt saat elektrik üretecek, 400 bin ton karbondioksitin salınımını engelleyecek ve aynı anda 8500 yani bir anda 8500 tane evi de aydınlatabilecek bir enerji sağlayabilecek. Çok önemlidir. Sayın Cumhurbaşkanımızın tədbirdə bugünkü inaugurasiya açılış mərasimindəki
çıxışı haqqında da istərdik ki, danışaq. Verilən mesajları nasıl dəyərləndirirsiniz və sizin şirkətiniz o mesajlara uyğun olaraq Azərbaycanla gələcək əməkdaşlıq vizyonunu nasıl görür? Azerbaycan en öncelikle söylememiz gereken vizyonel liderlik ve stabilite, öngörülebilirlik. Bir yatırımcı için en önemli şey o vizyonun en tepedeki lider tarafından devletin tüm kademelerinde de aynı şekilde hissedilip hayata geçirilmesi bir yatırımcı için en önemli şeylerden biri. Ve Azerbaycan'da biz bunu hissediyoruz. Cenab-ı Prezident'in koyduğu vizyon aynı zamanda bizim çalıştığımız tüm kamu paydaşlarımızla ve özel paydaşlarımızla hepsi aynı şekilde aynı hedefe kitlenmiş ve bize her zaman bir yatırımcı olarak evimizde hissettirmiş ve her türlü problemlerimizi de çok hızlıca hayata geçirmemizi sağladı. Evet. Bir de bu Akva Power'ın yəni bizimlə etdiyi bu işbirliyi Azərbaycan şirkətlərinə, Azərbaycan çalışanlarına hangi katkılarda, hansı yəni katkılarda bulunacaq və bu çox önəmlidir. Çünki bizim bu istiqamətdə təcrübə qazanmağa da böyük ehtiyacımız var. Azərbaycan özünün enerji sektorunda zaten bu sahənin inkişafını əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Bizim qarşımızda ciddi hədəflər var. Cənab Prezident tərəfindən qoyulub o hədəflər ki, alternativ enerji sektoru inkişaf etməlidir və xüsusilə də Qarabağ, Şərqi Zəngəzur bölgəsindəki işğaldan azad olunub. Evet. Bu nöqteyi nəzərdən sizin fikirləriniz önəmlidir bir təcrübəli mütəxəssis olaraq. Tabii. Akva Power'ın genel olarak herhangi bir ülkede yaptığı stratejinin önemli temel kolonları, pillarları var. Bunlardan en önemlisi de lokalize olmak, lokal ekonominin bir parçası olmak, komünitenin bir parçası olmak. Bu bağlamda da en önemli konulardan biri bu teknolojik know-how, iş yapma kültürünün ve teknik yeteneklerin de kazandırılması. Şunu şöyle söyleyebilirim, bizim projemizde inşaat süresinde iş gücünün %80'i lokal, Azerbaycan kardeşlerimizden oluştu. Ve tabii ki bu projenin bölgede Azerbaycan'da ilk projesi olmasından dolayı bazı teknik yetkinlikler ilk projemizde yoktu. Ancak ümit ediyorum ki ikinci, üçüncü projemizde bu %80'lik katılım %90 oranlarına çıkartacağız. İşletme dönemine geçerken bu projemizde şunu gururla söylemek istiyorum ki bu oran %95 ve üzeri. Ve 1 ya da 2 yıl içinde de bunun %100 olmasını bekliyoruz. Çünkü benim çalıştığım Türkiye'de de şu anda Türk projemiz %100 Türk personel tarafından tamamen kalifiye olarak işletilmektedir. Bu geçiş dönemini, transferi yaptıktan sonra projeyi sahiplerine Azerbaycan tamamen teknik kadrolarımız işletecek, geliştirecektir. Ve dediğim gibi de ikinci ya da üçüncü projemizde de bu rüzgar teknolojisinin yetkinliklerinin, teknik elemanlarının, teknisyenlerinin bir sonraki projede proje yöneticileri olmasını bekliyoruz ve o oranın da artarak devam etmesini söylüyoruz. Yine bir rakam vermem gerekirse bu projemizin %21'ini lokal ekonomiye geri verdik bu aşamada. İnşallah sonraki projelerimizde de bunu arttırarak devam edeceğiz. Sosyal etkileri de bahsettiniz. Biz yine dediğimiz gibi bir komünitenin her zaman parçası olmayı hedefimiz vardır. Burada sosyal sorumluluk projelerimiz, komünitedeki etrafımızdaki en yakın paydaşlarımızın bizi misafir eden komünitelere de her zaman ortak projelerimiz, ilk tercihimiz employment tarafında lokal olarak tercih ettiğimiz ilk baştaki komünitelerdir. Evet, bu işğaldan azad olmuş bölgelərimizi yəni ölkə rəhbəri Azərbaycan dövləti yaşıl enerji bölgəsi yəni elan edib. Artıq bizim yəni ekonomimizdə bu istiqamət haqqında danışarkən zaten gözümüzün qarşısına gələndə ilk məhz olan odur ki, alternativ enerji mənbələrindən maksimum istifadə etmək. Sizin şirkətiniz öz planlarında, gələcək işbirliyində Azərbaycanla bu Xızı Abşeronda da böyük necə deyirlər təcrübə qazanmısınız. Uzun müddətli
long term corporation'da, yəni əməkdaşlıqda, uzun müddət əməkdaşlıqda bu məsələnin, çünki Azərbaycan üçün çox önəmlidir. Yəni o Şərqi Zəngəzur, Qarabağ bölgəsinin inkişafı, dirçəlişi. Öz planlarınızda bu istiqamətdə hansı işləri görməyi düşünürsünüz? Planlarınız varmı? Ümumiyyətlə bununla bağlı nə deyə bilərsiniz? Çok teşekkür ederim bu konuyu da belirttiğiniz için. Enerji Bakanlığı ile biz değişik projeleri değerlendiriyoruz. Bunlar bağımsızlığına kavuşmuş bölgedeki projeler olsun. Aynı zamanda interkoneksiyon projeler olsun. Nahçıvan Connection'ı ve oradan Türkiye'ye, Türkiye üzerinden Avrupa'ya da interkoneksiyonla enerjinin tedarik edilmesi konuları da dahil buna. Bu projeleri beraber takip ediyoruz. Aynı zamanda bildiğiniz gibi yine Cenab-ı Prezident'in çok önem verdiği stratejik bir konu olan su konusuyla ilgili olarak projemizde bu hafta hayata geçirmeye başladık. Ekonomi Bakanlığı ve ATSE ile birlikte bu projelerde sözleşmelerimizi Eylül ayında imzalamıştık. Bugün mobilizasyonlarımızı yapıyoruz. İnşaata başlayacağız. Sahamızı aldık. Bu projede günde 300 bin metreküp Hazar Denizi'nden deniz suyunu tuzsuzlaştıracak bir proje ve bu da Azerbaycan halkına içme suyu olarak tedarik edilecek. Dediğim gibi tüm bu projeleri Azerbaycan'ın stratejik vizyonu, planları eşliğiyle birlikte hayata geçirmek için çalışıyoruz. Buradaki çalışmalarımızda inşallah dediğim gibi ilk projemizden sonra ardına getireceğiz. Belirttiğim gibi gerek ülke yönetimi, lideri, gerekse şirketimizin ve Suudi Arabistan'ın öngörüleri buradaki uzun vadeli stratejik partnership kapsamında enerji transformasyonu, enerjinin doğal kaynaklarının, yenilenebilir enerjilerin hayata geçirilmesi. Bu enerjinin Azerbaycan'ın ispatlanmış, güvenilir son 30 yıldır tedarikçi olduğu gibi bunun yanında petrol ve gazın yanında da yeşil enerji koridorlarının hayata geçirilmesini biz stratejik olarak çok önemli görüyoruz. Bu büyük bir vizyon ve bu vizyonun hayata geçirilmesinde de Aqua Power ve Suudi Arabistan beraber bu projeleri geçirecek. Projeleri inşallah adım adım hayata geçirecek. Biz de Aqua Power olarak bu projelerde her zaman bir paydaş olarak olmak istiyoruz. Çox sağ olun, bir daha təşəkkür edirəm sizə. Əziz tamaşaçılar, Səlim Güvən proqramımızın qonağı oldu. O, Səudi Ərəbistanın Aqua Power şirkətinin Türkiyə və Azərbaycan üzrə baş direktorudur. Əlbəttə ki, bütün yəni gələcək hesablamalar, ümumiyyətlə Dünya Birliyi özünün enerji təhlükəsizliyi məsələsinə önəm verir və alternativ enerji mənbələrindən maksimum istifadə etməyə çalışır. Bu baxımdan Azərbaycanda da atılan bu addımların əhəmiyyəti çox böyükdür və dünyanın gələcəyi necə olacaqsa, həmin gələcəyin qurulmasında da, o cümlədən enerji mənbələrindən faydalı istifadə olunmasında da ölkəmizin atdığı bu addımlar sözsüz ki, bir qatqıda bulunacaq və dünya üçün də çox faydalı olacaq deyərək proqramımızı yekunlaşdırırıq. Sağ olun, gələn görüşərədək.